Təşəkkür edirəm, hörmətli Rəfail müəllim. Mən də Milli Məclisin sədri hörmətli Sahibə xanıma, həm də dilçilik sahəsində çox dəyərli tədqiqatları olan bir alimə bu cür mövzuda, vacib mövzuda bir konferans təşkil elədiyinə görə təşəkkür edirəm. Hesab edirəm ki, məsələnin 3 aspekti var. Birinci siyasi, sonra nəzəri və digər tərəfdən praktik aspekti. Təbii ki, siyasi aspekti dövlət başçısı tərəfindən akademiyada çıxış edərkən bildirildi. Amma burada məsələnin qoyuluşu biraz daha dəqiq terminoloji baxımdan olmalıdır. Çünki prezidentin 2018-ci ildə qəbul elədiyi, imzaladığı fərman var. Fərmanda Azərbaycan dilinin demək Azərbaycan dilinin saflığının qorunması ifadəsi işlənir. Əslində bu doğru ifadədir. Azərbaycan dilinin qorunması Güney Azərbaycanda olan Azərbaycanlılar belə termini işlədə bilərlər. Müstəqil dövlət qurmuş bir xalq heç vaxt dilinin qorunması qayğısını, yaxud da problemini yaşamaz. Çünki onun dövlət artıq dövləti var və dövlətin də əsas atributu dildir. Dövlət də bunu qoruyacaqdır. Və burada əsas məsələ nəzəri və demək praktik sahədədir. Azərbaycan yeganə ölkədir ki, dilin saflığın qorunması ilə bağlı məsələ gələndə hamı dilçilərə tərəf baxır. Amma dünyanın heç bir ölkəsində bu məsələn filosoflar əsərlərdə, düşüncə ya mətnlərində daha çox önə çəkilirlər. Ona görə də bizdə dil fəlsəfəsi bugün fəlsəfənin ən işlək sahələrindən biridir. Və maraqlıdır ki, Azərbaycan alimləri özləri də qeyd edirlər ki, Azərbaycan dilində cəmi 12 təmiz dilimizə aid olan termin var. Yəni, əgər fəlsəfədə 12 termin varsa, bunu mən isnad edirəm, Ağalar Məmmədov öz araşdırmalarında xüsusi qeyd edir və Niyazi Mehdi də bunu təsdiq edir və belə bir vəziyyətdə demə fəlsəfə dili yoxdur, texniki dil yoxdur. Wikipediyada biz diqqət eləsək, Rusların, biz əvvəl imperiya keçmişinə aid edirik ki, imperiya keçmişi güclü olan, yaxud da sayı çox olan xalqlar belə deyil. Yəni, Rusların Wikipediyada məqalələrin sayı Rus dilində 2 milyondur, Fars dilində 1 milyon. Türk dilində 640 mindir, Erməni dilində 322 min, Azərbaycan dilində 207, Gürcü dilində 184, biz Gürcülərdən öndəyik. Yəni, bu müasir dövrün rəqəmsal dilin inkişaf tendensiyasında biz yenə də dilimizi bu sferiyada daşımaqda çətinlik çəkirik. Bilirsiniz, bu məsələlər həqiqətən də bizə asan gələn bir variant var. 1932-ci ildə Türkiyədə Türk Dil Qurumu yarandı və Türk dilində ərəb, fars və fransız sözlərinin təmizlənməsi prosesi başladı. Çox sürətlə bu dəyişikliyi elədilər. Bizim mənbəyimiz var və kifayət qədər sözlər dəyişdi. Hətta o sözləri bir qismini, məsələn, qeyd eləyəndə, tutaq ki, inqilab devrim, tutaq ki, təkamül evrim. Yəni, bu sözləri qəbul etdilər. Bizim də bu imkanımız var. Mən də Əli müəllimin o fikri ilə razı deyiləm ki, biz axtarışda olan xalqıq. Nəyisə axtarırsa, elə bir ayrıca qanun qəbul olunmuyub. Bir qanunun mətnində bu qeyd olunub və ona qalsa biz onda əlifbaya da təcavüz etmişik. Yəni, əlifbanı da dəyişmişik. Tarixi zərurət nəyi tələb eləyirsə, bu müzakirə olunub dəyişməyə labüd əgər bir tələbat varsa, bunu etməliyik. O baxımdan da mən gələrkən bura bir xatirəni oxudum, onu demək istəyirəm. Bizim dil yaradıcılığında ən böyük fədakarlıq görmüş şairimiz, ziyalımız Rəsul Rza olubdur, mərhum. Rəsul Rza ilə bağlı Mövlud Süleymanlı maraqlı bir epizod deyir. Bununla yekunlaşdırıram. Deyir ki, mərhum Heydər Əliyevlə o vaxt Mərkəz Komitənin birinci katibi ilə görüşəndə Novruz bayramının necə keçirilməsi ilə bağlı ona təkliflərini verir ki, bunu Mərkəz Komitə bu məsələni çatdırsın və bunun necə keçirilməsini söyləsin. Onda mərhum Heydər Əliyev ona deyir ki, siz mənim evimə gəlsəz, siz görərsiniz ki, mənim evimdə keçirilən Novruz bayramı sizin evinizdə keçiriləndən daha yüksək səviyyədədir və bütün qaydalara əməl olunur. Amma bu elə məsələdir ki, mən dövlət adından, Mərkəz Komitə adından xalqa deyə bilmərəm ki, bu məsələni siz belə keçirsəz yaxşıdır. Bu mədəniyyət məsələsidir. İndi dilin qorunması əslində qanunvericiliyin başqa sahanın məsələsi deyil, mədəniyyətin məsələsidir. Xalqın mədəni səviyyəsi o şəkildə olmalıdır ki, öz dilinin təsübünü
saflığını qorusun. O baxımdan da mən hesab edirəm ki, bu cür müzakirələr faydalıdır və biz fikirlərimizi söyləməklə əslində biraz da stimullaşdırmış oluruq ki, bu sahəyə diqqət daha çox ayrılsın.